bu vaxta qədər həyatımızda əldə etmək istədiyimiz şeylər üçün fokusumuzu ora yönləndirməliyik biliyini çox düşündüm və nəhayətində bir qərara gəldim ki, həyatımda enerjimi rahatlıq hissinə fokuslamaq istəyirəm və əslində istənilən hadisənin, istənilən arzunun bizdən asılı olmayaraq biz rahatlıq duyğusunu axtardığımız üçün istədiyimizi və rahatlıq duyğusunda olduğumuz zaman hadisələrin salıcı olaraq öz axarında davam edə biləcəyi hissini yüklədikdən sonra həyatımda nələrisə istəmək əvəzinə daim burada olan duyğunun rahatlıqda, xeyirdə və genişlikdə olması üçün çalışacağım və bunu da başqalarına necə ötürə bilərəm, onun üzərində işləyəcəm.